sual. Suiti okeanda yaşayır. Düzdür? Bəli. Bəs niyə Xəzərdə var? Çünki Suit halası var ona görə. Görsən, kreativ cavab. Sonra Mənim yerimə sən çıxardın. Hə. Şimalda olduğuna görə də. mənim əvvəl okean oldu. Cənubda yoxdur. Əvvəl okean olduğuna görə. Ay hocam. Əvvəl hansı okean olub? Heç okean. Hə, ay. Gördünüz, fikir İndi məndən Xəzər çıxdı. okeanın qalıb deyə. Bəli. Görürsən, o fikir məndən çıxdı. Hə, səndən çıxdı. Həqiqətən adamın Allah'a fikir Yaxşı var. tetisi bilinir bir dənə. Yoxsa bu suallara necə cavab verəcək? Çünki indi əvvəl bir iki dənə dərsi səhv edib oxumuşdu. Ona görə orada nə qalıb, orada qalıb. Bütün sualları ona bağlayır, o dərs. Həqiqətən elədə sən bütün dərsi, bütün fikirləri o dərsə bağlayırsan, sən çıxırsan bir dəfəlik. Bir dəfə də demişdim, nəsə bu tetislə əlaqəli yanınızda. Hə. Yox, bir dəfə də buzlaşma ilə əlaqədar nəsə demişdik. Yox, tetis Hə, demişdi buzda. dəfədə. Tetsi demişdik. Xəzər ilə soruşmuşdum tetis. Hə, Xəzər keçmişdə okeanın qalığı olub. Partladı. Əslində suyun fiziki coğrafi xüsusiyyətinə görə nədir? Dənizdir, amma belə göldür. Əslində göldür, biz onu dəniz adlandırırıq. Hə? Göldür, Dəniz adlandırırıq. Məsələn, Xəzər göldür, biz onu dəniz adlandırırıq. Elə suyun da olması da sahəsi böyükdür. Həm də suyun fiziki